Salam əziz tələbələr, bugün sizlərlə hesab əməlləri mövzusunun ikinci hissəsini işləyəcəyik. Deməli, ilk suala baxsaq bizə nə verilib? Deməli, 2 dənə A, 2 dənə B, 2 dənə C verilib və A plus B plus C-ni soruşur. Gəlin biz bunları toplayaq. 2A plus 2B plus 2C bərabərdir 6 plus 14 plus 10, yəni 30-a. Və 2-yə bölək. A plus B plus C bərabərdir nəyə? 15-ə. Cavabım olur B variantı. Növbəti sualımız ikinci sual. İkinci sualda da eyni qayda ilə toplayaq. 2A plus 2B plus 2C bərabərdir. Bunların cəmi, yəni 22. A plus B plus C bərabərdir 11. İndi A plus B 6-dırsa, deməli 6-ın üstünə nə gələndə o eləyir? 5. C 5-dir. C 5-dir. 5-in üstünə 2 gələndə 7 eləyir. A 2-dir. 2-nin üstünə də 4 gələndə 6 eləyir. B-də 4. 4, 2, 5 eləyir 40. Sual 3. Deməli, B-nin üstünə 4 gəlmişəm, A eləyib. 5-in üstünə C gəlmişəm, 2 eləyib. Aha, ilk növbədə mən fikirləşməliyəm ki, 5-in üstünə nə gəlsəm son 2 ilə bitər? 7. 5-in üstünə 7, 12, 1 yad. Deməli, 1 yaddadsa 6-nın üstünə D-ni gəlmişəm, sonu 0-la bitib. Ancaq 10 eləyə bilər də. 6-nın üstünə 3 gəlirəm, 9, 1 də yadda 10. Yenə 1 yadda. Buradan A-nı tapaq. Yenə 1 yaddadsa, deməli, A-la 4-ün cəmi 9 eləyib. Üstünə də 1 gəlmişəm, 10 eləyib. Deməli, A 5-dir. 5-in üstünə 4, 9, 1 də yadda 10. A da 5-dirsə, B-nin üstünə 4 gəlmişəm, 5 eləyib. Onda B olur 1. 1, 5, 3, 7. Toplayıram eləyir 16. Sual 4. Deməli, 3 dənə S-nin cəmi mənə sonu 8 ilə bitən rəqəm verir. Bu təbii ki 8 olanmaz. Çünki 8 3 yerə tam bölünmür. Amma 18 ola bilər. Deməli, mən bunu 18 kimi fikirləşsəm, S-lərə nə düşür? 6, 6, 6. 6, 6-nın 6-nın cəmi 18, 1 yadda. Deməli, 2 dənə B-nin cəmi, onda cəmləri 6 yox nə eləyir? 7 yox, daha doğrusu nə eləyir? 6. Ya 6 eləyə bilər, ya da ki 16 eləyib, 6 yazmışam, 1 yadda saxlamışam. Əgər 6 olsa, bunlara 3, 3 yazıram, onda A-ya da 3 qalır. Xeyr, bu ola bilməz. Onda A yazardı. Həmçinin 3, 3, 6-nın cəmi 12 edir. Cavabda 12 də yox. Deməli, B ilə B-nin cəmi 6 yox, 16-dır. 16 da olanda B-lər olur 8. 8 ilə 8-in cəmi 16, 1 də yadda 17. 7 yazıram, 1 yadda. Deməli, A da 2 imiş, 1 də yadda olur 3. 2, 6 və 8-in cəmi eləyir 16 A variantı. Sual 5. Yenə yazırıq. 2A üstə gələk 2B üstə gələk 2C bərabərdir. Bunların cəmi, yəni 30. A plus B plus C bərabərdir 15. Hamısını 2-yə böldüm. İndi A plus B nədir? A plus B 9-dur. 9-un üstünə nə gəlsəm 15 eləyir. 6. Deməli C 6. C 6-dırsa A 7-dir. A 7-dirsə B 2-dir. 2, 7 və 6. Bunları bir-birinə vururam. 6 dəfə 7. 42. 42-ni də 2-yə vuranda 84. Cavabım olur D variantı. Növbəti sual 5-ci sual. Deməli, A-nın üstünə B gəlmişəm. A plus B bərabərdir 13. C plus A bərabərdir 5. Və məndən B çıx C-ni istəyir. Buradan B çıx C-ni almağa nə var ki? Yuxarıdan aşağını çıxacam. A-lar gedir, yuxarıdan aşağı çıxanda. Elə B çıxılsın C bərabərdir nə qalır? 13 çıxaq 5. Yəni 8. B çıxılsın C nə olur? 8. D variantı.
Yuxarıdan aşağını çıxdıq. Deməli, sual 7. Sual 7-dir. Yenə A plus B bərabərdir 17. C plus A bərabərdir 8. Yenə yuxarıdan aşağını çıxacaq. Baxın, yuxarıdan aşağını çıxsaq, gəlin bunu açaq hətta. A plus B çıxılsın. C plus A bərabərdir 17 çıxaq 8. Yəni 9. Burada mənfi olur A. A ilə A gedir. B çıxılsın. C bərabərdir 9-a. Birbaşa cavabım olur 9. Sual 8. Deməli, və burada 2B, 2 də A-nı toplamışam. 2B, 2 də A-nı toplamışam. 2B, 2 də A-nı toplamışam. Əgər 2B, 2A hər tərəfdə, yəni hər sütunda eynidirsə, birinci və sonuncu rəqəm götürülür. Yəni onların cəmləri olaraq. Necə? Yəni 2B ilə 2A-nın cəmi 2B plus 2A-nın cəmi birinci və sonuncu rəqəm olur. O deyilir 20. 2 ilə 0, 20. Deməli, burada 2-yə bölsəm, B plus A bərabər olur nəyə? 10-a. Cavabım olur 10. C variantı. Növbəti sualım 9-cu sual. Yenə eyni sual tipidir. B, A, C-ni toplamışam. Burada da B, A, C-ni toplamışam. Burada da B, A, C-ni toplamışam. Əgər 3 sütunda da eyni rəqəmi toplamışamsa, elə B, A, C-nin cəmi birinci və sonuncu rəqəmə bərabər olacaq. 26-ya. Növbəti sualım 10-cu sual. Baxsam, yenə B, A, A-nı toplamışam. 2A, 1B toplamışam. 2A, 1B toplamışam. 2A, 1B toplamışam. Yenə birinci və sonuncu rəqəm olacaq 13. Sual 11. Bizə verib X, Y, Z-in cəmini. X, Y, Z-in cəmi 12-dirsə, elə X, Y, Z-dir da bu. 12. 2 yazıram, 1 yadda. X, Y, Z 12. Bir də yadda 13. Yenə bir yadda. X, Y, Z yenə cəmləri eləyir 12. Bir də yadda 13. 1332. E variantı. Növbəti sualımız 12-ci sual. Deməli, BAC-nin cəmini verir. BAC cəmləyirəm 22. 2 yazıram, 2 yadda. BAC cəmləyirəm 22. 2 də yadda 24. Yenə 2 yadda. BAC-nin cəmləyirəm yenə 22. 2 də yadda 24. Cavabım olur 24, 42, C variantı. Növbəti sualım 13-cü sual. Deməli, C-dən 5-i çıxmışam 8 eləyib. Nədən 5 çıxanda 8 eləyib? Təbii ki, 13-dən. Deməli, C-yə 3. Təbii ki, B-dən bir vahid alıb vermişəm bura. 13-dən 5 çıxmışam 8 eləyib. B-nin nə olduğunu hələ ki bilmirəm. Amma B-dən B-ni çıxanmıram. Niyə? Çünki bir vahid artıq bura vermişəm və artıq buradakı B, buradakı B-dən kiçik. Ona görə A-dan da bir vahid alıram və B-dən B-ni çıxanda 9 eləyib. Deməli, A-nın yerində nə olmalıdır ki, bura 3 düşsün? 4 olmalıdır ki, mən bir vahid alım, yerində 3 qalsın. A 4-dür, C 3-dür. Cəmləyirəm eləyir 7. Burada isə B-nin yerinə istənilən rəqəmi qoymaq olar 0-dan 9-a qədər. Sual 14. Z-dən Z-ni çıxıram, 0 eləyir. 2-dən 4 çıxamıram. Bir vahid alıram buradan. Eləyir 12. 12-dən 4 çıxanda eləyir 8. Bax, burada istənilən rəqəm nə olur olsun. Bax, məsəl üçün, tutaq ki, 2. Bir vahid verəndə burada 1 qalır və 11-dən 2 çıxanda 9 eləyir. Yəni, burada hansı rəqəm olur olsun, əgər buradan bir vahid azalıbsa, Y-dən Y çıxanda 9 eləyəcək. 7-dən bir vahid alıram, verirəm bura və Y-dən Y yenə çıxıram, bura 9 eləyir. Hansı rəqəm olur olsun? 3 qoyuram, tutaq ki, 3-dən bir vahid alanda yerində 2 qalır. 7-dən bir vahid verirəm, 12, 12-dən 3 çıxıram, 9. Və burada qalır 6. 6-dan da 3-ü çıxanda nə eləyir? 3. 3980. X-dən də X-i çıxanda onsuz 0 eləyir.
3980. Cavabım olur D variantı. Növbəti sualım 15-ci sual. Deməli, bu tip suallarda bax, bir ədədin özündən tərsini çıxıbsa və A çıxılsın B-ni istəyirsə, adımızda saxlamalıyıq ki, buradakı rəqəmdən 1 vahid böyük götürürəm cavab. Yəni 3 götürürəm. Səbəb niyə? Çünki A burada 1 vahid itirir. A-dan A-ya mən 1 vahid verirəm. Burada A B-dən böyükdür. A B-dən böyük olduğuna görə məcbur bu A-dan B-yə 1 vahid verirəm və A-nı çıxıram 7 edir. Burada qalır A-dan 1 vahid kiçik. Tutaq ki 9 idisə 8 qalır da. 8-dən də 9-u çıxa bilmədiyimə görə bu A-dan da 1 vahid alıram, verirəm bura və yazıram 9. İndi bu A-nın itirdiyi 1 vahidi siz gəlməlisiniz bunun üzərinə. Ona görə cavabım olur 3. Sual 16. Burada A S-dən böyük olduğuna görə, A-nın S-dən böyük olduğunu haradan biləm? Çünki müsbət cavab alın. A S-dən böyük olduğuna görə S-dən A-nı çıxanmıram. B-dən bir vahid alıram, verirəm S-yə və daha sonra çıxıram. İndi tutaq ki, burada 8 olsaydı, yerində qalardı 7. Yəni bir vahid azalardı da. 7-dən də 8-i çıxanmadığıma görə A-dan məcburam bir vahid bura verəm və 17-dən 8 çıxıb 9 yazım. Və burada A bir vahid azaldığına görə mən cavabda A çıxılsın S-ni bir vahid böyük götürməliyəm. 4 yox, cavabım olur 5. Cavabım olur Y variantı. Ha. Yenə deməli, ədədin özündən tərsini çıxmışam. A plus B-ni verib, A plus B 11-dir. Ədədin özündən tərsini çıxmışam və burada A minus B var. A minus B-ni mən yenə A B-yə bir vahid verdiyi üçün, bir vahid itirdiyi üçün burada 6 yox, 7 götür. Və bunu sistem tənliyə gətirəndə B-lər ixtisar edir. 2A bərabərdir 18, A bərabərdir 9 olur. A 9-dur, B 2. 9-u 2-yə vuranda nə eləyir? 18, Y variantı. Sual 18-də. Yenə bir ədədin özündən tərsini çıxmışam. Burada rəqəm yoxdursa, deməli 0-dır. K plus L bərabərdir 15-ə. K minus L isə yenə burada K bir vahid itirdiyinə görə K çıxılsın L buradakı rəqəmdən bir vahid böyük olacaq. Yəni 1 olacaq. 0-dır, 1 olacaq. Aha, L'lər gedir. 2K bərabərdir 16, K bərabərdir 8. K 8 isə 57-dir. 7 dəfə 8, 56. Növbəti sualım 19-cu sual. Baxsam burada ilk növbədə təkrarlar var. 2A, 1B. 2A, 1B. 2A, 1B. 2A plus B nəyə bərabər olur? Birinci və sonuncu rəqəmə 11-ə. A çıxılsın B isə nəyə bərabər olur? Burada 0 olduğuna görə yenə deyirəm. A bir vahid itirdiyinə görə burada A çıx B olur elə 1. Həmin o bir vahidi gəlirəm buradakı rəqəmin üstünə. 0-dır deyə 1 olur. Sistem tənlikdən B-lər gedir. 3A bərabərdir 12 olur. A bərabərdir 4 olur. A 4-dürsə, 4-ün üstünə də 3 gələndə, yəni 4, 4, 8, üstünə də 3 gələndə 11 edir. 4-dən 3-ün hasili 12. Y variantı. Növbəti sualım 20-ci sual. Sual 20-dən. Deməli, 8-dən 1 çıxanda eləyir 7. Bu 1-dir. 1-dən 7-ni çıxamıram. K-dan 1 vahid verirəm bura. 11-dən 7 çıxanda eləyir 4. K 4-dürsə, deməli, 4-dən 1 vahid vermişdim mən bura. 3 qalıb yerində. 3-dən nə çıxsam 1 eləyər. Təbii 2, 2. Elde 2-dir. 2, 4, 1, 4. 42-dən 14 çıxanda nə eləyir? 28. N olur nə? 8. D variantı. Sual 21. Deməli, yenə burada rəqəm təkrarları var. 2 dənə B, 2 dənə A var.
Hər sütunda 2 dənə B, 2 dənə A var. Əgər belə hal baş verirsə, yenə nə edirdik? 2A plus 2B-ni cəmləyib birinci və sonuncu rəqəmə bərabər edirik. 30-a. Buradan da A plus B nəyə bərabər olurdu? 15-ə. Cavabım olur D variantı. Növbəti sualımız 22-ci sual. Burada 3 dənə B-ni cəmləmişəm, sonra 2 ilə bitən rəqəm almışam. Bu nə ola bilər təbii ki? 12. 12 3 yerə tam bölünür. 2 olası deyil. 22 də 3 yerə tam bölünür. Deməli 12. Bunlara düşür 4, 4, 4. Bir yadda. Yenə 4, 4, 4. 12, bir də yadda 13. Yenə bir yadda. B-nin nə olduğunu bilirəm, 4 olduğunu bilirəm. 1 də yaddadirsa, deməli burada 3. 3 dənə A-nın cəmi 3-dürsə, deməli A-lar nədir? Bunlar da 1. 3 dənə 1-in cəmi 3, 1 də yadda 4. B4, A1, C3. Cəmləyirəm eləyir 8, Y variantı. Növbəti sualım 23-cü sual. Deməli, 2 dənə B-ni cəmləmişəm, 8 eləyibsə, deməli B-lər 4. 4 ilə 4-ü cəmləyəndə 8 eləyir. Təbii ki, 9 da ola bilər, o variantı da yoxlayacaq. Bu da 4-dürsə, 4-ün üstünə nə gəlsəm 6 eləyir? 2. Ha, bunu yazdıq. İndi B 4-dür, A 2-dir. B4, A2. 4-ün üstünə nə gəlsəm sonra 1 ilə bitər. Təbii ki, 7. 4-ün üstünə 7, 11. 1 yazıram, 1 yaddır. 1 yaddadırsa, 1-in üstünə 2-ni gəlirəm, 3. 3-ün üstünə də nə gəlsəm 9 eləyər, 6. C də 6-dır. Baxıram, bütün rəqəmlər fərqlidirsə düzdür. Bəli, düzdür. C 6 olur. B variantı. 24-cü sual. Yenə 2 dənə B-nin cəmi 2-dir. Ya B-lər 1-dir, ya da bu 12-dir, B-lər 6-dır. Bax, 1 yazsam əgər, B-lər 1 olsa, 1-in üstünə nə gəlsəm 15 eləyər, 14. A-ya 14 yazamam. Deməli, onda mən 6-nı yoxlamalıyam. 6 ilə 6, 12 eləyir, 1 yadda. B də 6-dırsa, 1 də yaddadırsa olur 7. 7-nin üstünə nə gəlsəm 15 eləyər, təbii ki, 8. Deməli, A 8-dir, B 6-dır. 6-ın üstünə 7, 13, 1 yadda. Bu yadda qalan 1-i gəlirəm 8-in üstünə, eləyir 9. 9-un üstünə nə gəlsəm 14 eləyər. Təbii ki, 5. D də olur 5, cavabım olur A variantı. Növbəti sualım 25-ci sual. Deməli, yenə verilənləri yazırıq. Bax, K plus L, K plus L, təkrar var. Deməli, K plus L bərabərdir nəyə? Birinci və sonuncu rəqəm, 13-ə. Bir də K plus L plus M nəyə bərabərdir? Birinci və sonuncu rəqəm. Yenə, çünki burada da təkrarlar var. 18-ə. Buradan K plus L 13-dürsə, deməli M nədir? M 5-dir. 5 gələndə 18 eləyir. Bax, K plus L plus M eləyir 18. 8 yazıram, 1 yəni. M-in də 5 olduğunu bilirəmsə, 1 də yaddadırsa, bura nə düşür? 6. 68. C variantı. Növbəti sualım 26-cı sual. Deməli, yenə verilənləri yazırıq. Verilənlər nədirsə onu yazaq. K plus M bərabərdir N-ə. M plus L-i də M plus L-də veribdir K. İndi bax, mənim məntiqli olan nədir? N sağ L tapmalıyam da. Bunu aşağı ilə yuxarı toplamaq. Niyə? Çünki L-i bu tərəfə getirsəm mənfi olur. Və mənfi ilə N-i toplasam, N çıx L alınır orada. İndi gəlin yazaq. Alt-alta toplasam. K plus M plus M plus L bərabərdir N plus K. İndi bu K-nı bu tərəfə keçirsəm, təbii ki, mənfi olur və müsbət K ilə mənfi K gedir. L-i də bu tərəfə keçirdirəm. Olur N çıxılsın L bərabərdir M plus M. N çıxılsın L bərabərdir M plus M. D variantı.
Növbəti sualımız 27-ci sual. Burada yenə yazıram. K plus L bərabərdir. Birinci və sonuncu rəqəm yenə, çünki hamısı təkrardır. Bərabərdir 15. Və L plus M bərabərdir nəyə? Yenə birinci və sonuncu rəqəm, çünki təkrardır. 13-ə. İndi burada K çıxaq M almalıyam, düzdürmü? Yuxarıdan aşağını çıxarım. L'lər ixtisar gedir. K çıxılsın M bərabərdir. 15 çıxılsın 13. 2-yə. K çıxılsın M 2. K çıxılsın M 2. K çıxılsın M 2. Cavabım olur 222 B variantı. Növbəti sualım 28-ci sual. Burada bax K plus L plus M'i onsuz N verib. K plus L plus M burada da var. Mən bunların yerinə bir dənə N yazsam, bu olur N çıxılsın N. N çıxılsın N də nədir? Sıfırdır təbii ki. Cavab olur C. Sadəcə K plus L plus M'i N-lə əvəzləyirəm. Bilirəm də toplananlar yer dəyişəndə onsuz cəm dəyişmir. Ona görə də gətirib onu əvvələ yaza bilərəm. 29. Deməli, mən burada çalışmalıyam ki, K-nı minimum rəqəm tutum. Çünki bu maksimum neçə ola bilər? 99 və yaxud da 88. İki variantım var. Ya K 1-dir, ya K 2. 1 qoysam 1 ilə 1 bu eləyir 88. K 1-dir, E 8-dir, E 8-dir, K 1-dir. Bunları da toplayanda eləyir 99. Əgər mən 2 qoysaydım bura, L 99 olacaqdı və onda M 100-ü keçəcəkdi. Və burada 2 rəqəmli ədəd alınmayacaqdı. Ona görə 2 variantım ödənir. K 1-dir, L 8-dir, M 9-dur. Hasilləyəndə eləyir 72. Sual 30. Deməli, A-nın üstünə 3 gəlmişəm, B eləyib, C-nin üstünə 5 gəlmişəm, A eləyib. Yenə burada minimum rəqəmləri nəzərdə tutmalıyam. Səbəb nədir? Çünki mən C-yə tutaq ki, 2 yazsam, bu eləyir 7. 7-nin də üstünə 3 gələndə 10 eləyir. Yəni tək rəqəmli alınmır. Amma burada B tək rəqəmli ədəddir. Ona görə də mən C-ni minimum tuturam. Eləyirəm 1. 1-in üstünə 5 eləyir 6. A 6-dır. 6-nın üstünə də 3 eləyir nə? 9. B də 9-dur. 9, 6, 1. Bunların cəmi eləyir 16. 16-nı da 3-ə vuranda eləyir 48. Desəz ki, bir variantım da var. C 0 ola bilər. C-yə 0 da yazaq, onda cavab alınmayacaq. 0 yazsam, 0-ın üstünə 5, A eləyir 5. 5-in üstünə də 3 eləyir 8. Deməli, B 8, A 5, C-də 0. Toplayıram 13, 13-ü savuranda 39. Gördüyünüz kimi 39 cavabı yox. Yəni 0 variantım da ödəmir. 31-ci sual. Aha. 2 dənə L-in cəmi KM eləyir. KM-i isə N-ə böləndə L eləyir. Mən buradan N-i tapmalıyam. İndi fikirləşməliyəm ki, bu 2 rəqəmli ədəddir. L də böyükdür. N-in kiçik rəqəm olacağını mən buradan bilirəm. Sadəcə yoxlamaqla ola bilərəm. Deməli, L-lər tutaq ki, 9 olsa, 9 ilə 9-un cəmi eləyir 18. Onsuz da qısıtlı rəqəmlərim var mənim. Ya 5-dən 6, 7, 8 və 9 ola bilər. Kiçik rəqəmlərdə onsuz 2 rəqəmli alınmır. Bunları toplasam 18. 18-i nəyə bölsəm eləyər? Təbii ki, 2-yə. Deməli, N 2 olur birinci variantında. Məncə bütün variantlarda bu 2 olacaqdır onsuz. Bax, elə tutaq ki, qoyuram 7. 7 ilə 7-nin cəmi eləyir 14. 14. Buna 14 yazsam, 14-ü nəyə bölsəm el eləyər, yəni 7 eləyər, yenə 2-yə. Yəni bu variantların hansını qoysuz qoyun, axırda gəlib n 2 alınacaqdır. Çünki 2 eldir də, KM-in özü bərabərdir 2 elə. Mən gətirib burada 2 ellə əvəzləsəm, 2 el bölünsün n bərabərdir l olmalıdır. Buradan da n nəyə bərabər olar təbii ki, 2-yə. 2 eli 2-yə bölsən el eləyər. Cavab olur A variantı.
Növbəti sualımız 32-ci sual. Burada da deməli, verilənləri yazaq. K plus L bərabərdir M-ə və M plus N bərabərdir K ilə. K-nin açılışını yazaq gəlin biz. 10K üstə gələk elə. Niyə belə yazdıq? 10K üstə gələk L. Ona görə ki, bu onluqlar mərtəbəsindədir, bu təkliklər mərtəbəsindədir. Ona görə də 10K üstə gələk L yazdım. İndi mən burada M-i yerinə gətirib K plus L yazsam, K plus L üstə gələk N bərabərdir. 10K plus L. L'lər gedir və M bərabər olur nəyə? K-nı bu tərəfə getirsəm 9K-ya. İkisinin də tək rəqəmli olduğunu bilərək mən K-ya maksimum neçə yaza bilərəm? Fərqli olmalıdır. 1 yaza bilərəm də, başqa heç nə yazanmaram. Deməli, K 1-dir, N 9-dur. Onsuz K-nın 1 olduğu buradan da bilinir. Çünki 2 dənə tək rəqəmli ədəd toplayanda maksimum 10 neçə eləyə bilər. K 1-dir, N 9-dur. 9 ilə 1-in cəmi eləyir 10. Buradan. Və yenə rəqəm təkrarları var. X, Y, Z, X, Y, Z. Deməli, X plus Y plus Z-in cəmi bərabərdir nəyə? 14-ə. Birinci və sonuncu rəqəm. Plus X plus Y-in cəmi bərabərdir Z-ə. Burada gətirib X plus Y-in yerinə Z qoysam, 2 Z-im bərabərdir 14 olur. Z bərabərdir 7 olur. Elə Z 7-dirsə, X plus Y-in də cəmi nə olacaq? 7-yə bərabər olacaq. 7. Cavabım olur B variantı. Növbəti sualım 34-cü sual. Deməli, 34-cü sualdır. Bax, gördüyünüz kimi biz 6-nı hansı rəqəmlərin cəmindən ala bilərik? Ancaq 1, 5, 3, 2, 4, 6, 0. Bu 6 ilə 0 niyə olmayacaq? Çünki bu ədədlərdən biri 0 olsaydı, onsuz nəticəmiz nəyə olardı? 0-a bərabər olardı. 0 nəticəsi olmadığına görə 6, 0 variantını çıxıram. Yerdə qalır 3 variant. İndi diqqətlə baxsaq, 3 ilə 3 nə ola bilər ki burada? T'lər təbii ki. 3-dən 3 T'lər ola bilər. 1, 5, 2, 4 isə O, M və E ilə R-ə tamamilə uyğun gəlir. Yəni, istədiyimizə yaza bilərik. Fərqi yoxdur burada. Ya E ilə R 2 ilə 4-dür, ya da M ilə O 2 ilə 4-dür. Fərqi yoxdur. Ya da 1, 5. Yerləri dəyişir. Mən bunlara yazıram 1, 5, 5, 1. Bunlara da yazıram 2, 4, 4, 2. Yerlərini dəyişsəm də olar, fərqi eləmir. Çünki 6 ala biləcəyim tək 1 ilə 5-in cəmidir, 2 ilə 4-ün cəmidir və 3 ilə 3. Bir dənə burada T-nin 100% 3 olduğunu deyə bilərəm. Bunları da hasil eləyəndə 1, 2, 3, 4, 5-i 120 eləyir. Sual 35. Bu tip suallarda rəqəm qoymağı daha düzgün görürəm. Çünki açılışla yazanda riyazi açılışla daha uzun çəkir. Gəlin rəqəm qoyaq. Qoyuram 3, 2, 1, 1, 2, 3. Deməli, A 3-dür, C 1-dir, bu 1-dir, bu 3. Deməli, 321-dən 123 çıxanda 198 eləyir. 31-dən 13 çıxanda 18 eləyir. 198 ilə 18 bir-birinə bölünəndə eləyir 11. Cavabım olur C variantı. Növbəti sualım 36-cı sual. Burada da verilənləri yazmaq lazımdır. Həmçinin verilənləri yazmaqsa da görə bilərsiniz ki, 2 dənə K-nı toplamışam L, 2 dənə L-i toplamışam M, 2 dənə də M-i toplamışam N eləyir. Bunları biraz rəqəmləri kiçik tutmalıyam. Çünki biraz böyütsəm, işlər dəyişir. Bax, məsələn, 3 eləsəm, 3 ilə 3, 6. 6 ilə 6 J-yə 12 edir. Deməli, 3 ödəmir. 3-ün özü belə ödəmir. Maksimum 1, 2. Əgər 2 qoysam, 2 ilə 2-in cəmi 4, 4 ilə 4-ün cəmi 8, 8 ilə 8 artıq 16 edir. Yenə ödəmir. Yəni, minimum rəqəm qoymalıyam. 1-i. 1 ilə 1-in cəmi eləyir 2. 2 ilə 2-in cəmi eləyir 4.
4 ilə 4-ün də cəmi eləyir 8. Və bunun ödədiyi tək variant budur. N 8-dir, L 2-dir, K 1-dir. M 4-dür, L 2-dir, N 8-dir. Deməli, 11-dən 8 çıxıram, eləyir 3. Burada qaldı 1. 11-dən 2 çıxıram, eləyir 9. Burada qaldı 7. 7-dən də 4-ü çıxıram, eləyir nə? 3. 393. A variantı. Növbəti sualım 37-ci sual. Deməli, KL, KL, KL. K plus L-in cəmi bərabər nə? 11-ə. Heç bunu yazmasaz. Əgər, bax, əvvəldə və sonda 1 ilə 1-i görmüsünüzsə, 1 ilə başlayırsa, ortadakı rəqəm var ha. Ortadakı rəqəm sondakı rəqəmdən 1 vahid böyük olur. 2 ilə başlasa 2 vahid böyük olur. Yəni S onsuz da 2 olacaq. Amma 11-i tapandan sonra da rahat şəkildə tapa bilərik. K plus L 11-dir, 1 yadda. K plus L 11, 1 də yadda 12, yenə 1 yadda. K plus L 11, 1 də yadda 12. Cavabım olur nə? 2. Yəni B variantı. Sual 38. Burada K plus L bərabərdir K-ya. K minus L də bərabərdir K-ya. Buradan çıxır ki, L nəyə bərabərdir? L bərabərdir 0. Çünki K-nın üstünə 0 gəlsəm K eləyər, K-dan 0 çıxsam K eləyər. Başqa bir rəqəmdə alına bilməz. L də 0-a bərabərdirsə, elə cavabım olur 0. 0-ı nəyə vursaz, onsuz cavab 0 eləyəcək. 39-cu sual. Burada da rəqəm qoyuruq. Yenə. Məsələn, qoysaq, A-ya 1 qoyuruq, 1, B-yə 2. C-yə də 3. 12, 23, 31. Burada da 11, 22, 30. Yuxarını toplayıram, eləyir 66. Aşağını da toplayıram, yenə eləyir 66. 66-nı 66-ya böləndə eləyir 1. Cavabım olur A variantı. Qırxıncı sual. Burada da K çıxılsın L bərabərdir M-ə və K plus L plus M bərabərdir nəyə? 18-ə. Aha, M nəyə bərabərdir? K çıxılsın L. Gətirib M-in yerinə K çıxılsın L yazsam, onda K plus L üstə gələk K çıxılsın L bərabərdir 18 olur. Yəni, L-lər ixtisar gedir. 2K bərabərdir 18 olur. K da bərabərdir nə olur? 9. K-nı soruşur 9.